Salam hörmətli valideynlər. Sakit uşaq niyə özünə qapanır? Bir çox valideyn və müəllim düşünür ki, sakit uşaq tərbiyəli uşaqdır. Ancaq bəzən elə olur ki, sakit uşaqların daxili dünyasında müəyyən çətinliklər baş verir. Biz valideynlər, müəllimlər bundan xəbərimiz yoxdur. Biz elə başa düşürük ki, bu uşaq sakitdir, tərbiyəlidir, bizim üçün heç bir problemi yoxdur. Amma psixoloqlara görə bunlara diqqət etmək lazımdır ki, psixoloqların tövsiyəsi bundan ibarətdir ki, valideyn və müəllimlərin üzərinə böyük iş düşür. Yəni, sakit uşağın sakit dünyasında müəyyən bir fırtınalar baş verə bilər ki, biz onu illər sonra görə bilərik. Tanınmış psixoloq Jean Piaget'ə görə uşaq şəxsiyyətinin inkişafında ətraf mühit və münasibətlərin rolu qaçınılmazdır. Uşaq əgər ətraf mühitlə normal əlaqə saxlaya bilmirsə, münasibətləri normal qura bilmirsə, bu uşaq zamanla özünə qapanır və düşünür ki, mən burada özümü kifayətsiz görürəm. Bu necə baş verir? Hörmətli valideynlər, əgər uşaq tez-tez danlanırsa, cüzi səhvinə görə aşırı reaksiya ilə qarşılaşırsa və o düşünür ki, artıq mənim danışmağıma nəyə ehtiyac var ki, məni dinləmirlər. Mən danışdığım zaman ancaq valideynlər və müəllimim məni susturmağa çalışır. Bu da müəyyən zaman dilimində uşaq içinə qapanır. Bunun nəticəsi də yaxşı olmur. Başqa bir psixoloq Lev Vygotsky isə uşağın inkişafında önəmli bir məsələyə toxunur. Əgər uşaq evdə və məktəbdə özünü təhlükəsiz hiss etmirsə, o sosial əlaqələrdən uzaqlaşır və bu da müəyyən zamandan sonra içinə qapanır, biz onu bilmirik. Başqa bir psixoloq Daniel Goleman xüsusi olaraq vurğulayır ki, uşaq emosiyalarına diqqət etmək lazımdır. Əgər uşaq sevindiyi zaman, xoşbəxt olduğu zaman sevincini, əsəbi olduğu zaman, incidiyi zaman kədərini, qorxusunu, müəyyən utanmağını, müəyyən bu hisslərini əgər valideyninə, məktəbdə müəlliminə, yaxınlarına, bacı və qardaşlarına bu hisslərini rahat çatdıra bilmirsə və bunun bu hissləri başa düşülmürsə, uşaq emosiyası tamamilə çöküşə doğru gedir və uşaq fikrini içinə qapanmaqla, öz arzu istəyini susmaqla özünü rahatladır və